Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Azerbaycan'dan Haberler programında yine Bakü stüdyosundan sizlere sesleniyoruz. Günaydın Ali. Günaydın Özlem. Bütün dinleyicilerimizi salamlayıram. 1 May Cüme gününün haber icmalı inan efirdeyik. Bugün de gündemimiz zengindir. Evet Ali, maalesef güne üzücü bir haberle başlıyoruz sanırım. Dün gece Milli Onkoloji Merkezi'nde bir patlama olmuş. Detayları senden alabilir miyiz? Bəli Özlem, çox təəssüf ki elədir. Dünən gecə saatlarında Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsində partlayış baş verib. Azadlıq Radiosunun yaydığı ilkin məlumata görə, hadisə nəticəsində süni nəfəs aparatına qoşulu olan bir xəstə həyatını itirib, bir həkimsə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Aman Allah'ım, çok korkunç. Bir hastanede hem de reanimasyon bölümünde. Patlamanın sebebi belli mi? Hələlik rəsmi açıqlama verilməyib, amma ilkin ehtimal kimi oksigen balonunun partlaması göstərilir. Hadisə yerində dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub, yanğının qarşısı alınıb. Baş prokurorluq tərəfindən cinayət işi açılıb, faktla bağlı araşdırma, yəni istintaq davam edir. Çox üzücü bir hadisədir. Yaralı həkimə şəfa, həyatını itirən xəstənin yaxınlarına isə səbir diləyirik. Gerçekten çok üzücü. Umarım yaralı doktor bir an önce sağlığına kavuşur. Soruşturma sonucunda ihmali olanlar varsa umarım ortaya çıkar. Peki, gündemdeki diğer konulara geçelim istersen. Biraz daha siyasi ve askeri konulara yönelelim. Cumhurbaşkanı İlham Aliyev'in askeri görüşmeleri özellikle belli bir yerde yaptığı dikkat çekiyor sanırım. Bəli, bu son vaxtlar müşahidə olunan maraqlı bir tendensiyadır. Prezident İlham Əliyev son dövrlərdə yüksək səviyyəli hərbi əməkdaşlıq görüşlərini paytaxt Bakıda deyil, Qəbələ şəhərində keçirir. Xatırlayırsansa, daha əvvəl Ukrayna nümayəndə heyəti ilə görüş də burada olmuşdu. Bu həftə isə Çexiyanın Müdafiə Nazirinin muavini ilə görüş yenə Qəbələdə baş tutdu. Evet, Gebele. Neden özellikle orası Ali? Türkiye'deki dinleyicilerimiz için Gebele'nin özel bir anlamı var mı? Anlatabilir misin? Turistik bir yer mi yoksa stratejik bir önemi mi var? Hər ikisi də Özlem. Qəbələ həm gözəl təbiəti ilə tanınan turizm mərkəzidir, həm də çox ciddi strateji əhəmiyyətə malikdir. Sovet dövründə burada çox güclü bir radiolokasiya stansiyası, yəni radar sistemi fəaliyyət göstərirdi. Bu stansiya minlərlə kilometr məsafəni nəzarətdə saxlaya bilirdi. Bu səbəbdən Qəbələnin adı hər zaman hərbi strategiyalarla birgə çəkilib. Görüşlərin burada keçirilməsi həm də bir mesaj xarakteri daşıyır. Azərbaycanın həm müasir, həm də güclü hərbi infrastruktura malik olduğunu, eyni zamanda tarixi hərbi mərkəzlərinə sahib çıxdığını nümayiş etdirir. Anladım. Yani hem bir güç gösterisi hem de sembolik bir anlamı var. Peki bu askeri yakınlaşmalar devam ediyor anlaşılan. Çekya ile ne gibi bir işbirliği konuşuluyor? Çexiya ilə əməkdaşlıq daha çox hərbi texniki sahədədir. Azərbaycan ordusunun modernləşdirilməsi prosesi sürətlə davam edir və bu çərçivədə müxtəlif tərəfdaşlarla, o cümlədən Şərqi Avropa ölkələri ilə əlaqələr qurulur. Çexiyada bu sahədə önəmli təcrübəyə malik bir ölkədir. Ukraynadan sonra onların da bu məsələdə maraqlı olması Azərbaycanın regional hərbi güc kimi mövqeyini daha da gücləndirir. Askeri ve siyasi konuları konuşmuşken biraz da ekonomi diyelim. Ekonomi cephesinde durumlar nasıl? Gelen bir haber Azerbaycan'da sorunlu kredilerin arttığı yönünde. Bəli Özlem, çox təəssüf ki elədir. Dünən gecə saatlarında Mərkəzi Bankın məlumatlarına istinadən yaydığı xəbərə görə ölkədə problemli kreditlərin həcmində artım sürətlənib. Bu o deməkdir ki, vətəndaşların və şirkətlərin banklara olan borclarını vaxtında geri qaytarmaqda çətinliklər artıb. Bu durum Türkiye'de de zaman zaman gündeme gelen bir konu. Artışın özel bir sebebi var mı? Genel bir ekonomik yavaşlama mı yoksa başka faktörler mi etkili? Bir neçə amil var. İnflyasiya, yəni qiymət artımı insanların alıcılıq qabiliyyətini aşağı salır. Eyni zamanda kredit faizlərinin yüksək olması da borcu qaytarmağı çətinləşdirir. Pandemiya sonrası dövrdə iqtisadiyyatın tam bərpa olmaması da təsirsiz ötüşmür. Bu birbaşa insanların ailə büdcəsinə təsir edən bir məsələ olduğu üçün diqqətlə izlənilir. Anlıyorum. Neyse ki ekonomiyle ilgili daha olumlu haberler de var. SOKAR yani Azerbaycan Devlet Petrol Şirketi'nin rakamları yüzleri güldürüyor sanırım.
Tamamilə doğrudur. Trend Agentliyinin verdiyi məlumata görə, SOCAR-ın Qaz İxracı İdarəsinin gəlirləri 2026-cı ilin ilk rübündə 2,8 milyon dollara çatıb. Bu, Azərbaycanın enerji sektorundakı sabit mövqeyini və ixrac potensialını bir daha təsdiq edir. Xüsusilə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artdığı bir dövrdə bu cür rəqəmlər çox müsbət qarşılanır. Bu harika bir haber. Şimdi de tüm sürücüleri, özellikle de Bakü'de yaşayanları yakından ilgilendiren bir habere geçelim isterseniz. Hız limitleriyle ilgili bir güzeşt durumu varmış, o kalkıyor sanırım. Ali, bu güzeşt tam olarak ne demek? Dinleyicilerimiz için açıklar mısın? Özlem, güzeşt, Türkiye Türkçesinde taviz, indirim veya müsamaha kimi tərcümə oluna bilər. Azərbaycanda indiyə kimi sürət həddini 20 km/saata qədər aşdıqda cərimə tətbiq olunmurdu. Məsələn, sürət həddi 60 km/saat olan bir yerdə 79 km/saat sürətlə gedən sürücüyə radar cəriməsi yazılmırdı. Vay canına, 20 kilometrelik bir tolerans payı epey fazlaymış. Şimdi ne olacak? Bu tamamen mi kalkıyor? Bəli, Musavat qəzetinin yazdığına görə bu güzəşt tamamilə ləğv olunur. Artıq sürət həddi 1 kilometr belə aşılmağı təqdirdə radarlar bunu qeydə alacaq və sürücülərə cərimə protokolu göndəriləcək. Məqsəd yol hərəkət təhlükəsizliyini artırmaq və qəzaların sayını azaltmaqdır. Sürücülərə buradan xəbərdarlıq edək ki, daha diqqətli olsunlar. Bakü'ye yolu düşecek Türkiye'li dinleyicilerimiz için de önemli bir uyarı oldu bu. Son olarak kültürel bir haberle kapatalım mı günü? Keyifli bir haber olsun. Əlbəttə, Prezident İlham Əliyev görkəmli xalçaçı rəssam alim Lətif Kərimovun 120 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Lətif Kerimov. Serencam da sanırım kararname gibi bir şey oluyor. Bu ismi ilk kez duyan dinleyicilerimiz için kim olduğunu kısaca anlatır mısın? Azerbaycan için önemi nedir? Lətif Kərimov sadəcə Azərbaycan üçün deyil, bütün dünya xalçaçılıq sənəti üçün çox önəmli bir şəxsiyyətdir. O, həm rəssam, həm də Azərbaycan xalçalarını elmi şəkildə tədqiq edən bir alimdir. Dünyada ilk xalça müzeyinin yaradılması ideyası da ona məxsusdur və bu müzeyin qurulmasında əvəzsiz xidmətləri olub. Onun sayəsində Azərbaycan xalça sənətinin bir çox unudulmuş naxışları, texnikaları yenidən həyata qayıdıb. Bu sərəncam da onun xatirəsinə olan hörmətin bir göstəricisidir. Ne kadar güzel. Kültürel değerlere bu şekilde sahip çıkılması çok kıymetli. Sanatla ve güzellikle bitirmiş olduk programımızı. Ali, verdiğin bilgiler için çok teşekkürler. Mən təşəkkür edirəm Özlem. Dinləyicilərimizə də bizi dinlədikləri üçün minnətdarlığımızı bildiririk. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Sağ olun, salamat qalın. Fason Radyo